Salam əziz həmkarlar, hər birinizə xoş gördük. Paylaşdığım sınaq imtahanının izahını sizlərə təqdim edirəm. İzahı keçmədən əvvəl sizlərdən kiçik bir ricam, videonu bəyənməyi və kanalı izləməyi unutmayaq. Keçək birinci suala. 1. Neçə söz birləşməsinin ikinci tərəfindəki ifadəyə əsasən demək olar ki, bütün isimlər qeyri-müəyyən təsirli halda işlənmir. Ümumiyyətlə, bu sual tipi MİQ imtahanında istifadə olunmuşdur. Səhv eləmirəmsə 2023-cü ildə. Burada nə istəyir bizdən? Yəni qeyri-müəyyən təsirli halda işlənmir deyəndə, yəni biz bunu təsirli hallı feillərlə əlaqələndirə bilməyəcəyik. Yəni verilən söz birləşmələrinin ikinci tərəfini təsirli hallı, yəni təsirli feillərlə əlaqələndirə bilməyəcəyik. Bəri başdan ikincini çıxırıq niyə? Çünki bu söhbət isimlərdən gedir. İkincinin əsas tərəfi isim olmadığı üçün bunu saymayacağıq. Biz 5 dənə birləşmənin içərisindən sayırıq. Məsələn, Türkiyənin sərhədləri. Bundan sonra mən təsirli feil işlədə bilirəmmi? Buna baxacaq. Türkiyənin sərhədləri qoruyuram deyə bilərəm. Xeyr, sərhədlərini qoruyuram olmalı. Düzdür, deməli bu sərhədləri bu formada qeyri-müəyyən təsirli halda işlənmir. Bunu qəbul edirəm. 1 kimi sayıram. Gəlirik 3-ə. Toy günümüz xatırlayıram. Onlar toy günümüzü xatırlayıram olur. Düzdür, ona görə bunu da sayıram. 2. Yağış suları yığıram. Bax, fikir, suları yığıram. Yağış sularını yığıram, yağış suları yığıram. Bunu saymayacağım. Qatar sürücüsü axtarıram. Bax, mən qatar sürücüsü axtarıram. Qatar sürücüsünü axtarıram. Bunu da saymıram. Yəni, işlədə bildim. 4 ilə 5-i işlədə bilərəm. Həmin həkim axtarıram deyə bilərəm. Xeyr. Həmin həkim gözləyirəm deyə xeyr. Həmin həkimi axtarıram, gözləyirəm və s. Bunu da sayırıq. Deməli, 3 söz birləşməsinin ikinci tərəfindəki ismə əsasən deyə bilərəm ki, 1, 2, 3 söz birləşməsində bütün isimlər yəni əsas tərəfdə bütün isimlər qeyri-müəyyən təsirli halda işlənmir. Cavab olacaq C variantı. Gəlirik mətn sualına. Mətni əvvəlcə oxuyuruq, diqqətlə oxuyursunuz, sonra keçirsiniz sualları cavablandırmağa. İflas turizmi bir şəxsin və ya təşkilatın daha əlverişli iflas qanunvericiliyinə malik olan başqa bir ölkədə və ya yurisdiksiyada iflas elan etmək məqsədi ilə oraya köçməsi və ya öz fəaliyyətini həmin məkana yönəltməsi praktikasını ifadə edir. Əsasən, borc tələblərindən qorunmaq, daha az sərt qaydalarla borcun yenidən təşkilini həyata keçirmək və ya aktivlərin qorunmasını təmin etmək üçün həyata keçirilir. İflas turizmi qlobal iqtisadi sistemdə hüquqi boşluqlardan yararlanmaq üçün istifadə olunan bir yanaşmadır. Bu praktika borçlulara qısa müddətli fayda gətirsə də, uzun müddətli perspektivdə hüquqi və etik problemlər yarada bilər. Bax, bu cümləyə xüsusi yadda saxlayırsınız. Həmişə fikir verin, yəni bu mətndə danışılanların əksidir bu. Yəni hər zaman faydalı olan bir şey olmadığını vurğuluyor. Müxtəlif ölkələrdə qanunvericilikdə dəyişikliklər edilərək bu praktikanın məhdudlaşdırılması üçün tədbirlər görülür. Bu cümlədə lazım olacaq. Bizə müflis şəxslərə və ya müəssisələrə daha yaxşı şərtlər təqdim edən ölkələr seçilir. Borçların daha tez bağışlandığı və aktivlərin daha çox qorunduğu yurisdiksiyalar üstünlüyü təşkil edir. Ümumiyyətlə, iflas turizmi bilirsiniz nə olan şeydir. Hər hansı bir şirkət, yəni özünü bankrot olduğunu vurğuluyor və bilirsiniz ki, bu zaman bu hüquqi şərtlərə görə artıq onların məsuliyyətdən azad olunur bunlar. Yəni, əgər iflas edirsinizsə, siz öhdəliyə götürdüyünüz öhdəliklərdən azad olunursunuz. Yəni, onlar artıq məsuliyyət daşımırsınız. Yəni, iflas turizmi bununla bağlanır. Hətta görürsünüz ki, onlar hansı ölkələrdə ki, buna hüquqi qiymət verirlər, yəni iflas edən şirkət bütün məsuliyyətdən azad olunur. Çox adam gedir, nədir? Öz şirkətini o ölkədə qurur və s. və s. İndi bizə deyir ki, mətnə görə iflas turizmi hər zaman uğurlu olmur. Çünki, bax, fikir verdiniz bu hissə, ikinci abzasda. Mən sizə demişdim ki, bax, bu cümləyə diqqət edin. Bu praktika borçlulara qısa müddətli fayda gətirsə də, uzun müddətli perspektivdə hüquqi və etik problemlər yarada bilər. Hər zaman, bəli, uğurlu olmur. Bunu nədə? Ümumiyyətlə, mətn deyir ki, iflas turizmi qısa müddətli fayda gətirsə də, uzun müddətli dövrə hüquqi və etik problemlər yarada bilər. Mətn bizə bunu vurğuluyor. Yəni, bu cümlə dediyimiz kimi diqqət edirsiniz. İndi baxaq verilənlərə. Hüquqi qaydaların sərtləşdirilməsi nəticəsində planlaşdırılan üstünlüklər itirilmiş olar. Bu nə deməkdir? Bu deməkdir ki, bax, fikir verin, mətn sonunda nə deyilir?
Deyir ki, bəzi praktikanı məhdudlaşmaq üçün tədbirlər görür. Bax, fikir verin. Deyir ki, müxtəlif ölkələrdə qanunvericilikdə dəyişikliklər edilərək bu praktikanın məhdudlaşdırılması üçün tədbirlər görülür. Bəli, bu artıq demək istəyir ki, hüquqi qaydaların sərtləşdirilməsi nəticəsində planlaşdırılan üstünlüklər itirilmiş olar. Bəli, bu fikir bizə onu deməyə əsas verir ki, bəli, hüquqi qaydalar sərtləşdirilərsə, artıq iflas turizmi bu istədiyini əldə eləməyə bilərsən. Biz bunu qəbul edirik. Yəni hər zaman uğurlu olmur. Çünki bir ölkə artıq bunu üzərinə düşərsə ki, bu qanunluqlar belə deyək ki, qanundakı boşluqları ortadan qaldırarsa, bəli, iflas edən şəxs də məsuliyyətdən qaça bilmir. Yəni biri seçirik, bir harda varsa saxlayırsınız, digərlərini çıxırıq. Baxırıq 2-yə. İflas turizmi edərkən qanun çərçivəsindən çıxmaq şəxs üçün deportasiya riskini artırıla bilər. Ümumiyyətlə mətndə hər hansı bir deportasiyadan söhbət gedir? Xeyr. Mətndə deportasiyadan bağlı heç bir söhbət yoxdur. İflas turizmi hüquqi boşluqlardan faydalanaraq edildiyi üçün maliyyə fırıldağı hesab oluna bilər. Bax, hüquqi boşluq var. Bax, qanunlarda dəyişiklikdən söhbət gedir. Amma maliyyə fırıldağı hesab oluna bilməz məsələsinə mətndə toxunmuruq. Ona görə də bunu da çıxırıq. Qısa müddətli fayda uzun müddət maliyyə itkilərinə və nüfuzun azalmasına səbəb ola bilər. Altından xətt çəkdiyim bu cümlə ki var, bu praktika borçlulara qısa müddətli, bu cümlənin başqa versiyasıdır bu 4-cü cümlə. Yəni qısa müddətli fayda gətirsə də uzun müddətli perspektivdə hüquqi və etik problemlər yarada bilər. Yəni uzun müddətli maliyyə itkilərinə və nüfuzun azalmasına səbəb ola bilər fikrinin fərqli formada deyilməsidir. Cavab olacaq D variantı 1-4. Keçirik 3-cü suala. Qeyri-müəyyənlik bildirən hallar da daxil olmaqla hansı variant üçün ismin bütün hallarında işlənə bilir fikrini söyləmək olmaz. Yəni bizdən deyir ki, aşağıdakılardan hansı? Yəni qeyri-müəyyənlik daxil, hansılar qeyri-müəyyənlik halda işlənə bilmirlər. Yəni o saat buradan da çıxa bilərik ki, bəli, şəxs əvəzləri qeyri-müəyyənlik və qeyri-müəyyən təsirli halda işlənməz. Yəni buna diqqət edirsiniz. Qeyri-müəyyənlik və qeyri-müəyyən təsirli işlənə bilməz. Məsələn, sifətlər işlənə bilər, aid ol ismi yerinə işlənən saylar işlənə. Yəni isimləşən sözlər işlənə, amma şəxs əvəzliyi bəli ismi xüsusiyyətini daşısa da, məsələn, qeyri-müəyyənlik hallar, yəni qeyri-müəyyən təsirli hallar işlənə bilmir. Yəni şəxs əvəzliyi kimi söhbət gedir. Tutaq ki, mən əvəzliyi, sən əvəzliyi bu birləşmədə o sən mən artıq ismi əvəz eləmir. Sadəcə onun adını bildirən söz kimi orada istifadə olunub. Aydın oldu? Yəni ged oradan bir sən çağır deyəmirəm. Düzdür? Məsələn, tutaq ki, ikinci növ təyin söz birləşməsinin aslı tərəfini işlədə bilmirik və s. və s. Cavab olacaq B variantı. Keçirik 4-cü suala. Eybilizm əksər hallarda cəmiyyətin sağlam insanları normal standart kimi qəbul etməsi və bu standartlara uyğun gəlməyənləri aşağı səviyyəli hesab etməsindən qaynaqlanır. Nəticədə fiziki məhdudiyyətləri olan insanlar sosial, iqtisadi və mədəni həyatda bərabər hüquqlardan yararlanmaqda çətinlik çəkirlər. Eybilizmin təsirləri cəmiyyətin müxtəlif sahələrində özünü göstərir. Məsələn, iş yerlərində fiziki məhdudiyyəti olan şəxslər üçün uyğun iş şəraiti yaradılmadıqda, onlar işə qəbul edilməkdə və ya peşəkar inkişafat çətinliklərlə üzləşirlər. Təhsil sahəsində də əngəlli şagird və tələbələr üçün adekvat şəraitin olmaması onların potensialını həyata keçirməsinə mane olur. Bundan əlavə, ictimai məkanların fiziki məhdudiyyətləri olan şəxslər üçün əlçatmaz olması, onların sosial həyat inteqrasiyasını məhdudlaşdırır. Eybilizmlə mübarizə üçün cəmiyyətin konkret addımlar atması vacibdir. Əngəlli şəxslərin hüquqlarını qoruyan qanunların qəbul edilməsi və onların icrasına nəzarət, həmçinin cəmiyyətdə bu mövzuda maarifləndirmə kampaniyalarının təşkili mühüm əhəmiyyət kəsb edir. İnsanlar fərqlilikləri olan şəxsləri yalnız sağlamlıq durumuna görə deyil, onların qabiliyyətləri və dəyərlərinə görə qiymətləndirmə öyrənməlidirlər. Baxın, mətnlərin belə həzmdə seçilməsi sizi qorxutmasın və yaxud da hər hansı bir belə deyək ki, məqsəd daşımır. Keçən bu sertifikasiya imtahanından sonra həmkarların reaksiyalarını hər kəs eşidib, bilib ki, necə olur, nə təhər. Yəni, bu sınaq da zaten sertifikasiya mətnlərini əsas götürərək hazırlanmış sınaqdır. Ona görə də yəni, hazırlıqlı olun da bir sınaqdır. Yəni, öyrənin, oxuyun, görün həqiqətən gücümüz çatacaq, çatmayacaq. Artıq bu sizi ona alışdırır. Yəni, qabaqcadan bu tipli mətnlər işləyib, orada belə böyük mətnlər görəndə çaşqınlıq yaranmaması üçün bu suallar təşkil olunub sizlər üçün. İndi baxaq görək, mətnlə bağlı yanlış fikirləri müəyyən edin.
A bəndi mətndə hər hansı təxirə salınmaz ictimai-siyasi vəzifənin yerinə yetirilməsi üzrə tədbirlər sisteminin izahına uyğun gələn ifadə işlənmişdir. Ümumiyyətlə, mətndə nədən danışılır bunu deyim. Mətndə bilirsiniz də, bu eybillizm əngəlli şəxslərə qarşı ayrı seçkiliyin olduğunu vurğulayan ifadədir və bunun nəticələrindən belə ayrı seçkiliyə qarşı qanunvericiliyi maarifləndirmə kampaniyaları və inklüziv yanaşma kimi tədbirlərin vacibliyindən danışır. Yəni biz o şəxslərin bütün, belə deyək ki, məhdudiyyətlərini, yəni onların fiziki qüsurlarını nəzərə alaraq onlar üçün şərait yaradılmalıdır. Yəni onlara bərabərlik sağlanmalıdır. Yəni ayrı seçkilik olmamalıdır. Yəni onlara qarşı belə deyək ki, mehribançılıq, onlara qarşı mülayim olmasa, onlara uyğun şərait hazırlanmaqdan irəli gəlir. Yəni biz onlara güzəştə getməkdənsə, bəli, onlara belə də ictimai həyatdan uzaqlaşdırmaqdırsa, onlar üçün şərait yaratmalıyıq ki, onlar da özləri nədir? Bizim kimi idarə eləyə bilsinlər. Yəni əsas məsələ bundan ibarət. İndi baxaq görək nə deyir. A variantında deyir ki, mətndə hər hansı bir təxirə salınmaz ictimai-siyasi vəzifənin yerinə yetirilməsi üzrə tədbirlər istəyir. Bu kampaniya deməkdir. Bəli, yəni verilən izah kampaniya sözü, yəni təşkil etmə mənasından uyğun gəlir ki, bu da kampaniya sözü baxın buradadır. Səhv eləmirəm, bu burada. Deyir ki, əngəlli şəxslərin hüquqlarını qoruyan qanunların qəbul edilməsi və onların icrasına nəzarət, həmçinin cəmiyyətdə bu mövzuda maarifləndirmə kampaniyalarının təşkili mühüm əhəmiyyət təşkil edir. Yəni, kampaniyanın təşkil edilməsi bu doğrudur. Yəni, buradakı izah bununla bağlıdır. Müxtəlif sistemlərin və ya sistemin hissə və elementlərinin bir-birinə qovuşması, uyğunlaşması mənasında işlənən söz mətnin əsas hissəsində işlənir. Bu sözdə inteqrasiyadır. İnteqrasiyada əsas hissədədir. Bəli, bu mətndə inteqrasiya sözü, bura fikir verin. Bundan əlavə ictimai məkanları, fiziki məhdudiyyətləri olan şəxslər üçün əlçatmaz olması onların sosial həyata inteqrasiyasını məhdudlaşdırır. Bu da mətnin əsas hissəsində yer alıb doğrudur. A da doğrudur, B də doğrudur. Mətnin təbliğ etdiyi dəyər hər kəsin cəmiyyətin bir hissəsi kimi qəbul edilməsini və fəaliyyət göstərməsini təmin edən konsepsiya mənası verən sözlə ifadə oluna bilər. Bəli, bu hansı sözdür? Mətndə ümumiyyətlə əsas dəyər inklüzivlikdir. Yəni, hamının cəmiyyətin bir hissəsi kimi qəbul olunması və fəaliyyət göstərməsi deyəsidir. Bu da doğrudur. Çünki eybillizm bunu deyir ki, biz fiziki məhdudiyyətli insanların ayrı seçkiliyindən yox, bərabər yaşamaq üçün onlar üçün xüsusi nədir? İşlər görməliyik. Bunu vurğuluyor. C də doğrudur. Müəyyən bir əməllə ona qarşı reaksiyanın uyğunluğu və realizə olunmamış enerji, güc, qüvvə, ağıl mənası verən ifadələr eyni cümlənin tərkibində işlənmişdir. Ümumiyyətlə, müəyyən bir əməllə ona qarşı reaksiyanın uyğunluğu bu adekvat cavab deyirlər. Ona qarşı uyğunluqda adekvat cavab. Realizə olunmamış enerji bu da potensialdır. Potensial. İndi bu iki sözün bir cümlənin tərkibində keçdiyini göstərir. Təhsil sahəsində əngəlli şagird və tələbələr üçün adekvat şəraitin, onlara uyğun şəraitin olmaması onların potensialını, realizə olunmamış enerjini, gücünü, qüvvəsini, ağlını həyata keçirməsinə mane olur. Bu fikir də doğrudur. Öz maraqlarını nəzərə almadan başqalarının xeyrinə fəaliyyət göstərmək və ya daim bu fəaliyyəti hazır olmaq mənası işlənən söz mətnində ki, bu fədakarlıq sözdür. Mətndə fədakarlıqdan danışmır ki, mətndə bu ayrı seçkiliyə son qoyaraq bərabərliyin yaradılması, hüquqların qorunması və inklüzivlik ideyasından danışır. Yəni, mətndə fədakarlıq deyil. Yəni, biz onlara fədakarlıq eləməli deyilik. Yəni, özümüzü kənara atıb onlar üçün xeyr. Sadəcə onları da bizim kimi yaşamaları üçün şərait yaratmalıyıq. Cavabımız olacaq E variantı. Bu fikir mətnə görə yanlışdır. Keçirik növbəti 5-ci suala. Altından xətt çəkilmiş ifadələrdən hansının amonimliyini işləndiyi cümlə ilə əsaslandırmaq mümkün deyil. Yəni, biz bunu və verilən sözləri mətndə amonim kimi işlətməliyik. Yəni, hər iki mənada işlədə bilməliyik. Yəni, görək hansını da hər iki, yəni müxtəlif mənalarda işlədə bilmir. Yəni, iki məna deməkdir, müxtəlif mənalarda işlədə bilmir. Məsələn, dolu qabı yerə saldı. Burada dolunu yağış kimi də düşünə bilərəm. Yəni, yağış güclü yağdı, qabı vurdu, yerə saldı. Bir də var, dolmuş qab olanı, yəni sifət mövqeyində bunu ikisini də düşünə bilərik. Əqrəblər sürətlə irəliləyirdi. Bir həşəratdan söhbət gedə bilər, bir də sadin əqrəblərdən söhbət gedə bilər. Bu doğrudur. Deyəsən, bizi bəyənməyib. Şəxs kimi bizi də bəyənməyə bilər, bir də o cihazı, aləti də bəyənməyə bilər. İclasda ona da söz verdik, ancaq sonra peşman olduq. Bəli, iclasda ona da söz verdik, yəni çıxış üçün söz verdik. Bir də nə isə edəcəyimizə söz verdik. Bu da ola bilər.
Evdə bunlardan çox var. Bunu mən müxtəlif, yəni var dövlət kimi düşünə bilmirəm. Düzdür? Yəni predikativ söz kimi düşünə bilirəm, amma digər isim kimi düşünə bilmirəm. Cavab olacaq Y variantı. Gəlirik son çərçivə sənədində, yəni DİM nə idi? MİQ 2026 çərçivə sənədində açıqlanmış yeni mövzulardan biri də qrafik və verbal qrafik vasitələrindən istifadə edərək mövzuların təhlil edilməsi, yəni məlumatın təhlil edilməsi alt standartını reallaşdıran sual tiplərindən biridir. Yəni bu deyə bilərsiniz, sertifikasiya ola bilərmi? Zaten keçən il MİQ-in də sertifikasiyanda çərçivə sənədi demək ki, eyni idi. Yəni eyni ola bilər. Böyük ehtimalda indi sertifikasiyada da bu olacaq. Ən azından hansı sual tipləri gələ bilər? Bunu zaten keçən il mən mətn sınaq qruplarımda bu tipli suallardan istifadə eləmişdim. Yenə də bizim üçün yeni deyil, amma sizlər üçün yeni ola bilər. Kimlər ki, mətn qruplarında iştirak edib, onlar üçün bəli yeni deyil. Amma kimlər ki, bu sual tipi görməyib, onlar üçün yeni ola bilər. İndi bizə mətn verilir. Mətni təhlil oxuyuruq. Sonra verilənlər əsasında mətni təhlil edəcək. Həm buradan istifadə edərək biz hansının cavab olduğunu müəyyənləşdirəcək. Əvvəlcə mətni oxuyaq. Sual tipi eyni belə olmaya da bilər. Bu sadəcə tutaq ki, məsəl üçün 5 sual tipi varsa, onlardan biri ola bilər həmin o standartla bağlı. Yəni illa da bu tipli olacaq deyə bir şey yoxdur. Ən azından məlumatımız olsun ki, bəli, həmin o standart bizdən nə istəyir? Son illərdə məktəbdə rəqəmsal və analitik bacarıqlar layihəsi çərçivəsində müəllimlərin təlim nəticələri sistemli olaraq qeydə alınmışdı. Layihə 3 əsas istiqamət nəzərdə tutulub. Proqram bilikləri, interaktiv dərs hazırlığı və onların qiymətləndirmə bacarığı. Deməli, proqram bilikləri, interaktiv dərs hazırlığı və onların qiymətləndirmə bacarığı. Bu layihədə 3 əsas istiqamət nəzərdə tutulub. Fevral ayında başlanğıc mərhələdə müəllimlərin əksəriyyəti proqram biliklərində çətinlik çəkir. İnteraktiv dərs hazırlığı üzrə orta səviyyə müşahidə olunur. Onlayn qiymətləndirmə isə başlanğıc səviyyəsi aşağıdır. Mart ayında təlimlər praktiki və layihəyə yönəlmiş olduğundan onlayn qiymətləndirmə bacarığı xeyli artmış. Proqram biliklərində kiçik irəliləyiş, interaktiv dərs hazırlığında isə ardıcıl artım qeydə alınmışdır. Apreldə dərs yükünün artması nəticəsində interaktiv dərs hazırlığı bir qədər geriləyib, proqram bilikləri sabit qalıb. Onlayn qiymətləndirmə isə inkişafını davam etdirib. May ayında isə əlavə seminarlar və mentorluq proqramları həyata keçirilib. Nəticədə proqram bilikləri sabit qalsa da, interaktiv dərs hazırlığı yenidən yüksəlib. Onlayn qiymətləndirmə isə maksimum səviyyəyə çatıb. Layihə rəhbərliyi qeyd edir ki, bu nəticələr müəllimlərin dərs yükü, təlimlərin intensivliyi və praktiki yönəlimi kimi faktorlarla birbaşa əlaqəlidir. İndi bu deyilənlərin rəqəmlərlə göstəricidir. Bu qrafikdə, cədvəldə göstərilməsidir. İndi bizə nə deyir? Deyir ki, mətn və qrafikdəki məlumatları müqayisə edin. Aşağıdakılardan hansı fikir həm qrafikdəki dəyişikliklərə, həm də mətndəki səbəb-nəticə əlaqələrinə əsaslanaraq məntiqi nəticə kimi çıxarıla bilər? İndi baxaq. Məsələn, A variantında deyir. Təlimlərin praktiki yönümlülüyü yalnız onlayn qiymətlənmə bacarığına təsir edib, digər istiqamətlərə təsiri olmamışdır. Bu yalnız bacarığı deyil, interaktiv dərs hazırlığında da artım müşahidə olunub. Mart və may aylarında. Bax, fikir verin. Təlimlərin praktik yönümlülüyü sadəcə buna təsir, onlayn, belə deyək ki, onlayn qiymətləndirməyə bacarığına təsir etməyib. Mən fikir verirsinizsə, 75-80 interaktiv dərs hazırlığında, 80-70, 72 isə 78. Deməli, buna da təsir edib. Yəni, sadəcə onlayn qiymətləndirmə bacarığında artım yoxdur. Artım interaktiv dərs hazırlığında da mövcuddur. Deməli, biz bunu doğru qəbul etmirik. Bunu çıxırıq. Mart və may aylarında interaktiv dərs hazırlığında inkişaf var. Keçirik B-yə. Müəllimlərin dərs yükü artanda yalnız proqram bilikləri zəifləyir, digər bacarıqlar sabit qalır. Buna baxırıq. Əksinə, apreldə dərs yükü artdıqda proqram bilikləri sabit, interaktiv dərs hazırlığı azalır. Deməli, yalnız proqram bilikləri zəifləməyib, digər bacarıqlar da, məsələn, interaktiv dərs hazırlığı da zəifləyib. Fikirləsə, martdan aprelə keçəndə nə olub? 80-dən 72-yə düşüb. Bu sabit qalıb, bu isə düşüb. Deməli, bu da yanlışdır.
Praktiki və layihə yönümlü təlimlər ən çox dəyişənlik göstərən bacarığa, interaktiv dərs hazırlığına həm müsbət, həm də mənfi təsir etmişdir. Bu düzdür. Niyə? Bu bacarıq martda artıb, apreldə azalıb. Yəni mayda yenidən yüksəlib. Yəni burada həm müsbət, həm də mənfi təsir özünü göstərir. Cavab olaraq bunu seçə bilərik. Çünki bu doğrudur. Aprel ayında müşahidə edilən geriləmə bütün istiqamətlərin ümumi ortalamasını azaldıb, nəticə layihə ümumilikdə geriyə qalıb. Ümumiyyətlə, nəticə layihə geriyə getməyib. Bu, yalnız bir istiqamətdə geriləmə var apreldə, interaktiv dərs hazırlığında. Yerdə qalanda, məsələn, burada stabillik var, burada isə normalda 70-dən 75-ə, 75-dən 80-ə artma var. Deməli, bu da səhvdir. Yəni, bütün istiqamətlərdə ümumiyyətlə, layihə geridə qalmayıb. Layihə proqram biliklərində stabil olub, onlayn qiymətləndirmədə artım var. Sadəcə geriləmə interaktiv dərs hazırlığındadır. Proqram biliklərinin sabit qalması müəllimlərin əlavə mentorluq proqramından faydalanmadığını göstərir. Bu da məntiqsiz nəticədir. Çünki proqram biliklərinin artmaması, sabitləşmə, yəni stabil səviyyə çatma deməkdir. Yəni onlardan faydalı olmadığını göstərir deməkdir. Bu artıq formalaşma deməkdir. Aydın oldu. Yəni bu faydalanmadığını göstərir. Çünki bunlar başlayanda 60 idi, amma sonradan 65 qalıb. Yəni bu mentorluq proqramından faydalandığını göstərir ki, bu artıq formalaşıb da. Yəni geriləmə yoxdur burada. Faydalanıb ki, bəli, bu artıq işini qura bilib anlamına gələ bilər. Yəni biz bu verilən cədvəldən, qrafikdən və mətndən ortalama nəticəni çıxardırıq. Hansı doğru olduğunu biz C-ni vurğuladıq. Növbəti 7-ci suala baxaq. Yenə mətn sualıdır. Əvvəlcə mətni oxuyaq. Ekosistemlər canlı və cansız komponentlərin qarşılıqlı əlaqəsi əsasında formalaşır və tarazlıq vəziyyətində mövcud olur. Lakin insan fəaliyyəti, xüsusilə də sənaye tullantıları, meşələrin qırılması və intensiv kənd təsərrüfatı bu tarazlığı pozur. Ekosistemdə hər bir növün xüsusi funksiyası var. Bəzi orqanizmlər enerji dövranını təmin edir. Digərləri maddələr mübadiləsində mühüm rol oynayır. Arıların sayının azalması, bitkilərin tozlanmasına, bu isə qida zəncirinin digər pillələrinə təsir edir. Buna görə də ekosistemlərin sabitliyini qorumaq yalnız bioloji müxtəliflik deyil, həm də insanların gələcək həyat şəraitini təmin etmək baxımından vacibdir. Ümumiyyətlə, gəlin mətndəki cümlələri bir-bir təhlil edək. Görək, nə deyir bizdən? Ümumiyyətlə, mətndə bizə nə danışılır, buna baxaq. Yəni, ekosistemlər canlı və cansız komponentlərin qarşılıqlı əlaqəsi əsasına formalaşır və tarazlıq vəziyyətdə mövcud olur. Bu, o demək ki, təbiət öz-özünü tarazlaşdırır. Bunu vurğulayır. Lakin insan fəaliyyəti bu tarazlığı pozur. Yəni, ikincidə deyir ki, bunu insan fəaliyyəti bu tarazlığı pozur. Burada da artıq tarazlığı pozan səbəb artırılır. Çünki biz, bax, fikir edin, bu cümlələri ora artıranda, yəni mətndəki bu ardıcılığı pozmamalıyıq. Buna belə deyək ki, səbəb-nəticə əlaqəsini pozmamalıyıq ki, struktura zərər gəlməsin. Ona görə cümlələri bir-bir təhlil edirik. Üçüncü cümlə. Ekosistemdə hər bir növün öz funksiyası var. Yəni, hər canlının təbiətdə rolu var. Bu artıq gəlir. Hər canlının təbiətdə öz rolu var. Sonra, dördüncü cümlə deyir ki, arıların sayının azalması bitkilərin tozlanmasına və s. təsir edir. Burada konkret nümunə verilir artıq. Üçdə deyir ki, hər bir növün öz funksiyası var. 4-də deyir ki, aradan da artıq konkret nümunə. Bir növ azalarsa sistem pozulur. Sonda da buna görə də ekosistemlərin sabitliyini qorumaq vacibdir. Nəticə və ümumiləşdirmə olaraq bunu vurğuluyor bizdə. İndi biz baxaq görək, bəndlərdə verilənlərin hansını ora yerləşdirsək, sistemdə, ümumi strukturda xələl gətirməyəcək. A variantında deyir ki, bu təbii hadisənin cəmiyyət həyatına böyük təsiri var. Mən tutaq ki, bunu qoyduq bura. Bundan sonraki gələn proses insan fəaliyyəti. İnsan fəaliyyəti təbii hadisə adlandırıla bilərmi? Xeyr. Yəni, birinci cümlədən sonra təbii hadisə deyilir, amma o cümlədə təbii hadisə haqqında deyil, birinci cümlədə ekosistemdən danışır, ümumi sistemdən. Bu təbii hadisənin cəmiyyətlərində böyük təsiri var. Ondan sonra gəlir insan fəaliyyəti. Yəni, ekosistem konkret təbii hadisədən danışmır. Geniş, yəni təbii hadisələrdən danışır. Aydın oldu. Yəni, təbii hadisədə danışıb, mən bunu konkret bu təbii hadisə, hansı təbii hadisənin? Məsələn, fikir verin, burada arıların sayının azalmasına ta ki, təbii hadisə deyə bilərəm. Amma bu ekosistemin bir hissəsidir. Yəni, mən ekosistemə təbii hadisənin cəmiyyət, ekosistem bir dənə konkret təbii hadisədən danışmır ki. Məsələn, güclü yağış ola bilər,
Yağışdan sonra güclü sel gələ bilər, məsələn, zəlzələ ola bilər və s. və s. Bu təbii yəni ekosistem ümumidir. Təbii hadisə konkret, yəni ümumidən sonra mən ümumini konkret təbii hadisə adlandıra bilmərəm. Biri çıxdıq. Gəldik 3-ə. Əgər bir halqa qoparsa, bütöv sistem zərər görə bilər. Bizdə fikir verin, bu 3 yazılacaq yerə baxın. Bundan əvvəlki cümlə və sonraki cümləyə baxırıq. Ekosistemdə hər bir növün xüsusi funksiyası var. Bəzi orqanizmlərin enerji dövranı təmin edir, digərləri maddələr mübadiləsində mühüm rol oynayır. Bax, fikirləşin, burada deyir ki, bəli, bu çox uyğun fikirdir. Niyə? Hər bir növün funksiyası olduğunu vurğulayır. Düzdür? Üçüncüdə isə buradan ümumiləşdirmədən bir kiçik nümunə verir. Yəni, aydın oldu. Bax, fikri keçidi gördünüz. Məsələn, buradan keçirəm də deyirəm ki, əgər bir halqa qoparsa, bütöv sistem zərər görür. Ondan sonra bu halqanın, hansı halqanın qopduğunu açıqlayır bizdə. Aydın oldu. Bax, deməli, burada hər bir növün öz funksiyası var. Bəzi orqanizm ümumiləşdirmə gəlir. Sonra üstə deyir ki, əgər bu növlərdən hər hansı birində problem yaranarsa, ümumilikdə bütün sistem nəzər görür və buna da bir nümunə gətirir ki, bəli, arıların sayının azalması, bitkilərin tozlanması qida zəncirinə, qida da kimlə bağlıdır? İnsanlarla, heyvanlarla bağlıdır. Demək ki, aləm dəyəri bir-birinə ən uyğun cavab olacaq B variantı. Bu tam yerinə oturur ki, özündən əvvəlki cümlə, sonraki cümlə arasında bir körpü keçid rolunu oynayır. Bunu qəbul edir. Məsələn, 5-ə baxırıq, bura baxaq. Əks halda texnoloji inkişafın mənfi nəticələri üzə çıxar. Təbiətlə texnoloji inkişafının nə əlaqəsi var? Yəni, bunun nəticəsi ola bilərmi? Yəni, deyir ki, 5-də nə deyir? Deyir, buna görə də ekosistemlərin sabitliyini qorumaq yalnız bioloji müxtəlifliyi deyil, həm də insanların gələcək həyat şəraitini təmin etmək baxımından vacibdir. Əks halda texnoloji inkişafın mənfi nəticələri üzə çıxar. Nə əlaqəsi? Heç bir uyğunluq yoxdur. Çıxırıq. İnsan heç bir günahı olmadan təbiətin qurbanına çevrilir. Bu cümlədə emosiyanın fərqli mövzuya keçir. Yəni, insanın artıq qurbanı, necə günahı olmadan, yəni insan təbiətə müdaxilə eləməsə, təbiətdə, məsələn, şəhərlərin çoxalması, torpaqların, belə deyək ki, asfaltlaşma, hər yer betonlaşmadan söhbət gedir və yağan yağışda yağışı torpaq uda bilmir, sellər falan filan çoxalır və s. İnsan necə günahı olmadan, insanın günahı olmasa başına belə şeylər gəlməz. Gəlirik sona. Belə hallarda insanın təbiətə müdaxilə etməsi lazım olur. Meşələrin qırılması, intenzivə kənd təsərrüfatı tarazlığı pozur. Yəni, necə lazım gəlir ki? Yəni, bu da heç tamamilə ziddir. Yəni, bunu aydın oldu, insan müdaxiləsi ekosistemi zaten pozur. Yəni, bu mətnin ideyasının əksinədir. Aydın oldu. Yəni, çünki ekosistemə təsir göstərən insanın yersiz müdaxiləsi, məsələn, meşələrin qırılması nə deməkdir? Yəni, artıq hər kəs nədir bunu bilir. Yəni, vəhşi heyvanların şəhərlərə daxil olması nə deməkdir? Artıq insanlar, belə deyək ki, heyvanlar meşələrdə öz istəyəni tapa bilmirlər, artıq da ov ərazilərini genişləndirirlər və s. və s. Sualın cavabı oldu B variantı. Gəlirik 8-ci suala. Hansı cümlədəki fərqlənmiş söz iki müxtəlif cümlə özü kimi düşünülsə də, iki müxtəlif halda işlənmiş söz kimi düşünülə bilmir? Burada ismin müxtəlif hallarından söhbət gedir. Baxaq görək, cavabımız nə olacaq? Məsələn, bəlkə qızı Nərgizi xəstəxanaya aparıb. Məsələn, qızı sözünü burada mübtəda kim də düşünə bilərik? Aydın oldu. Məsələn, kim xəstəxanaya aparıb? Qızı xəstəxanaya aparıb. Belə də düşünə bilərik. Bir də var. Hansı Nərgizi? Qızı Nərgizi. Bunu iki formada düşünürəm. Amma bütün hallarda bu nədir? Adlıq haldadır. Yəni, təyin də olsa adlıq haldadır, mübtəda da olsa adlıq haldadır. Bağçada güllər bitir. Nə bitir? Güllər bitir. Gül bitir mənasında. Gül bitir mənasında, güllər bitir mənasında, yəni mübtəda kimi də düşünə bilərik. Bunu tamamlıq kimi. Bitir nəyi bitir? Gülləri bitir. Bir də nə bitir? Güllər bitir. Bunu iki formu düşün. Birində adlıq olacaq, digərində təsirlik olacaq. Ocaqda yemək pişir. Yenə eyni mənada. Yeməyi bişir mənasına təsirlik halda. Nə bişir? Yemək bişir. Adlıq halda mübtəda olacaq. Aşağıdakı uşağı çağırır. Yəni kim, yəni nə çağırır? Nə sualına cavab verəndə olacaq tamamlıq. Kim çağırır sualına cavab verəndə mübtəda, yəni adlıq halda olacaq təsirlik. Deyəsən sərnişin də gözləyir. Sərnişin kimisə gözləyir. Burada olur adlıq halda. O sərnişini də gözləyir. Burada olur təsirlik halda. Deməli cavabımız olacaq A variantı. A bəndindəki qızı sözü müxtəlif cümlə özü kimi düşünülsə də ancaq
bir halda işlənmiş söz kimi düşünülür. Keçirik 9-cu suala. 9-cu sualda bizdən nə istəyir? Bizdən baxaq ki, əvvəlcə mətni oxuyaq. Amerika millətinin formalaşması zamanı yerli əhalinin öz torpaqlarından məhrum edildiyini əsas gətirərək ABŞ-nin varlığını inkar etmək heç kimin ağlına gəlməz. Heç kim mübarizə etməz ki, Norman fatihləri Britaniya adalarından qovulmalı və ya ərəblər İspaniyaya geri qaytarılmalıdır. Əgər biz dünyanı nəhəng bir dəlixanaya çevirməkdən qaçmaq istəyiriksə, onun əhalisini müəyyən bir tarixi qanuna uyğun olaraq yenidən bölüşdürmək istəyinə qarşı durmalıyıq. Bugün Çar özünün yaradılmasını yalnız uzun və ağrılı tarixi prosesin nəticəsi olduğunu, həmçinin bu həqiqəti inkar etmək cəhdinin yeni faciələrə səbəb olacağını qəbul etməklə mövcud olmaq hüququnu iddia eləyə bilər. İndi gəlin görək, mətnə görə müəllifin uyğun gəlməyən fikir hansıdır? Bax, bu suala bunlara baxmadan özünüz tapmağa, yəni cavab tapmağa çalışın. Yəni öz beyninizdə nə ola bilər? Ümumiyyətlə müəllif nə deyir? Müəllif deyir ki, bəzi xalqların və dövlətlərin yaranması tarixi haqsızlıq üzərində qurulmuş ola bilər. Amma bu faktlara görə həmin dövlətlərin mövzunu inkar etmək olmaz. Yəni biz indi deyə bilmərik də Amerika o boyda hinduları qırıb deyə biz Amerikanı yox saya bilmərik. Düzdür? Yəni tarixdə baş verənlər geriyə çevirmək, dünyanı yenidən bölmək mümkün deyil. Yəni o xaos ola bilər. Yəni tutaq ki, İspaniyanın o vaxtı bəli ərəblərin idi, qaytaraq ərəbləri ora qoyaq və s. Yəni biz nə edə bilərik? Yəni hər şeyi yenidən geriyə qaytarsaq, istərsən bu xaos ola bilər də, mümkün deyil. Yəni Çarın yaranması da uzun və ağırlı bir tarixi prosesin nəticəsidir. Yəni onun varlığını inkar etmək yeni faciələri gətirə bilər. Yəni bu belə deyək ki, Çar yaranana qədər nə qədər prosesdən keçibsə, mən bunu yenidən geri qaytarsam, bu Çara qarşı hörmətsiz olacaq ki, bu boyda qurbanlar verib, gəlib özünü doğruldub, dövlət eləyib, mən bunu ləğv eləyim. Amma bəs o qurbanlar nə olacaq? Bəs o itkilər nə olacaq? Ona görə də bəli, bunlara diqqət eləmək lazım. İndi gəlin görək, verilənlərin müəllifin uyğun gəlməyən fikir hansıdır? Tarixi haqsızlıqlar mövcud dövlətlərin və millətlərin hüququnu inkar etməyə əsas vermir. Bəli, yuxarıda bunu vurğuluyor ki, bu tarixdə, keçmişdə nə olubsa olub, biz indikini inkar edə bilmərək. Yəni mən Amerikanı yox saya bilmərəm. İngilisləri Hindistanların başına min cürə oyun açdığına görə mən onları yox saya bilmərəm və s. Bu doğrudur. Tarixi hadisələri geriyə qaytarmaq mümkün deyil və belə bir yanaşma dünyanı xaosa sürükləyə bilər. Tamamilə doğrudur. Yəni nəyisə geri qaytarmaq heç də doğru bir şey deyil. Yəni artıq olan olub, keçən keçib. Bu da doğrudur. Çarın yaradılması tarixi ədalətsizliyin bərpasıdır. Lakin bunu inkar etmə cəhdləri yeni problemə yol aça bilər. Bu ikinci fikir doğrudur, amma Çarın yaranmasının tarixi ədalətsizliyin bərpasını vurğulayırmı burada? Mətndə bu vaxtda danışılırmı? Yəni mətndə Çarın yaranmasının tarixi ədalətsizliyə aid olduğunu göstərmir. Yəni, uzun və ağırlı proses olduğunu göstərir, amma tarixi ədalətsizliyin problemi vurğulamır. Yəni bunun yaranmasını ədalətli saymır. Reallıq kimi, yəni belə deyək ki, ədalətsizlik saymır, reallıq kimi qəbul edir. Cavabımız olacaq C variantı. Müasir dövlətlərin mövcudluğu onların uzun və mürəkkəb tarixi proseslərin nəticəsi olduğunu qəbul etməklə əsaslandırıla bilər. Bəli, bunu mətnə əsaslandıra bilir. Bu fikir doğrudur. Çarın yaranması da bunu vurğuluyur. Bu doğrudur. Norman fatihləri və ərəblərin timsalında tarixi kompensasiya ideyası çox qeyri-mümkün və absurd görünür. Bu da ki, mətndə əsaslanmış fikirdir. Ona görə də bizim cavabımız nə olacaq? Müəllifin mövqeyinə uyğun gəlməyən fikir C bəndidir ki, bunu da göstərə bilərik. Yəni, yekun olaraq deyə bilərik ki, Çarın yaranması ədalətlidir. Yəni, tarixin ədalətsizliyin bərpası demək deyil. Çünki müəyyən qurbanlar verib və bu ədaləti nədir? Sonda bərpa eləyib kimi göstərə bilərik. Gedirik 10-cu suala. Onda bizdə nə istəyir? Cümlələrin hansında eyni söz həm adlıq, həm də təsirli halda olan isim kimi təhlil edilə bilər? Bax, diqqət edirik. Həm adlıq, həm də təsirli olan isim kimi. Ona görə də diqqətli olmaq lazımdır. Sarayı son dərəcə bəzəmişdilər. Bu təsirli haldadır. Adlıq halda düşünülməli. Hər dəfə dostu müdafiə edirdi. Bax, kimsə dostunu müdafiə edir. Bir də var, dostu onu müdafiə edir. Bax, burada dostu sözünü həm mübtəda kimi, həm də tamamlıq kimi düşünə bilərəm. Yəni, hər dəfə onun dostu müdafiə edirdi. Yəni, dostu onu müdafiə edir. Bir də var, hər dəfə o dostu müdafiə edirdi. Cavabımız olacaq B variantı.
Gülərkən yanaqlarının batması ona xüsusi gözəllik verirdi. Burada da elə bir nümunə yoxdur. Heydər Baba, dağın daşın unutmam, dağını daşını unutmam təsirli haldadır. Cücəni payızda sayarlar, yenə təsirli haldadır. Cavab oldu zaten B variantı. İndi baxırıq 11-ci suala görə. 11-ci sualda bizdən nə isə yenə mətnlə bağlıdır. Mətnlə bağlı olan sualı diqqətlə mətni oxuyuruq. Sonra cavablarımızı verilən cədvəl əsasında müəyyənləşdirir. Buradan doğrunu seçəcəyik, buradan yanlış olanı seçəcəyik. Görək hansıdır cavab. Yeraltı sular dünyanın təbii su ehtiyatlarının əsas hissəsini təşkil edir. Onlar torpaq qatlarının dərinliklərində toplanır və arteziyan quyuları vasitəsilə istifadə olunur. Yeraltı sular kənd təsərrüfatında suvarma, sənaye istehsalı və içməli su kimi vacib rol oynayır. Lakin bu ehtiyatların tükənməz olmadığını nəzərə almaq lazımdır. Həddindən artıq istifadə, sənaye çirklənməsi və iqlim dəyişikliyi nəticəsində su səviyyəsi azalar, keyfiyyəti isə pisləşə bilər. Yeraltı suların qorunması üçün rasional istifadə, suvarma texnologiyalarının təkmilləşdirilməsi və tullantıların filtrasiya edilməsi vacibdir. Bu ehtiyatların tükənməsi gələcəkdə ərzaq təhlükəsizliyinə və əhalinin həyat şəraitinə ciddi təsir göstərə bilər. Həmçinin suyun idarə olunması və ekoloji təmizlik milli strategiyaların əsas istiqamətlərindən biri olmalıdır. Mətndə əks olunmuş problemlərin həm təbiət, həm də insanlardan qaynaqlandığı deyilir. Bəli, bax fikir ver. Həddindən artıq istifadə, sənaye çirklənməsi və iqlim dəyişikliyi. İqlim dəyişikliyini təbii hadisə kimi götürə bilərik. Düzdür, təbiət hadisəsi. Sənaye çirklənməsi isə insanlardan qaynaqlandığını deyə bilərik. Bir doğru olacaq, birlə başlayandan saxlayırsınız, digərlərini çıxırıq. Yeraltı suların qorunması yalnız ekoloji baxımdan əhəmiyyətli, iqtisadi təsiri yoxdur. Xeyr. Ümumiyyətlə, həm iqtisadi mətndə orada vurğuluyor ki, həm iqtisadiyyata təsir göstərəcək, həm də nədir? Ekoloji baxımdan da əhəmiyyətlidir. Yəni, biz bunu milli strategiyaların əsas istiqamətinin biri olmalı. Yəni, öz dövlətini, varlığını qorumaq istəyirsənsə, sən nədir? Suyun idarə olunması sisteminə də müəyyən diqqət ayırmalısan. Bunu da çıxırıq. Yeraltı su ehtiyatları quyular qazılmaqla və təbii bulaqlar şəklində torpaq səthinə çıxır. Mətndə burada vurğulama varmı ki, bu hansı formada çıxır? Təbii bulaqlar şəklində yox, arteziyan quyusu, arteziyan quyuları vasitəsilə. Bu təbii bulaq deyil ki, qatların dərinlərində toplanan arteziyan quyuları vasitəsilə istifadə. Bu arteziyan quyuları təbii bulaq deyil. Arteziyan bilirsiniz də xüsusi oradan istifadə məqsədindən su çıxarılır. Buna görə bunun səhvdir. Mətndə yeraltı suların idarəsinin vacib prioritet olmasından danışılır. Bəli, bunu elə eləməliyik ki, bu tükənməz varlıq kimi yanaşmamalıyıq da buna. Yəni, planlı şəkildə yanaşmalıyıq. Bu doğrudur mətn. Cavab olacaq 1 ilə 3 D var. Yəni, arteziyan quyusu təbii bulaq şəklində demək deyil. 12-ci sualla davam edirik. Hansı fikirlər doğrudur? Əgər söz qeyri-müəyyən gəliş haldadırsa, bu sözdə işlənən qrammatik şəklisi yalnız zəm şəklisi ola bilər. Səhv fikirdir. Niyə? Məsələn, neft emalı zavoduna baxın. Neft emalı zavodu. Neft emalı deyəndə emaldakı I nədir? Mənsubiyyət şəklisidir. Düzdür? Deməli, bir səhvdir. Bir arada varsa çıxırıq. Əgər isim xəbər rolundadırsa, mütləq xəbəri şəklisi qəbul edib. Məsələn, mənim adım Elnurdur. Mənim adım Elnur. Sənin adın isə Arif. Bəli, baxın, heç birində xəbəri şəklisi yoxdur. 2 olan bəndləri də çıxdıq. Zərfdən isim düzəlmir. Niyə ki? Gerilik. Düzəldi, düzəldi. 3-ü də çıxdıq. Mənsubiyyət şəklisi qəbul etmiş ki, isim mənsubliq bildirməyə bilər. Bəli, anam, atam, xalam, bibim burada qohumluq əlaqəsi bildirir. Yəni, mənim əşyam kimi istifadə olunmur da. Onlar mənə mənsubluğu, əşyalığı bildirmir. 4 doğrudur. Aldıq halda işlənmiş söz tamamlığının tərkibində ola bilər. Yəni, söz birləşməsi tərkibində, bəli, bu ola bilər. Doğrudur. Gözlə görülməsi mümkün olmayan isimlər konkret ola bilər. Bəli, küləkdir, havadır və s. və s. Bunu da dedik. Cavab olacaq 4, 5, 6, Y variantı. Gəlirik 13-cü suala. Verilmiş cümlələrdə işlənmiş gəzmək sözünün məna çalarlarla bağlı uyğunluğu müəyyən edin. Qonaqları şəhərə gəzməyə apardıq. Bütün bağı gəzdim, onu tapa bilmədim. Burada gəzmək axtarmaq mənasında. Burada gəzmək həqiqətən görmək mənasında.
O gedib gəzəcək, biz də oturub onu gözləyəcəyik. İndi o cür etibarlı adamlar nə gəzir? Hamı bir kələk gəzməyə çalışır. Baxaq görək. İndi burada söhbət nədən gedir? Məcazi, baxaq məcazi, həqqi mənaları. Məsələn, burada həqqi mənadır, məcazi mənadır, məcazi mənadır. Burada həqqi. İkisində 1 ilə 3-də həqqi, 2 ilə 4-də məcazi. İndi sıralayanda da elə baxmalıyıq. Onları, qonaqları şəhərə gəzməyə apardım. Gəzə-gəzə tamaşa etmək, görmək və s. və s. Bunu qoyuruq bura. 1-də olacaq B. Gəldi 2-yə. Bütün bağı gəzdim, axtarmaq mənasında 2 olacaq D. O gedib gəzəcək. Biz də onu görürük. Yəni burada vaxtını əyləncədə keçirəcək. O gedib gəzib tozacaq. Biz burada onu gözləyəcəyik. Ona görə də bunu qoyuruq bura. 4-də də indi o cür etibarlı adamlar nə gəzir? Hamı bir kələk gəzməyə çalışır. Kələk gəlməyə çalışır. Burada gəlmək olmalıdır. Gəzmək deyil, kələk gəlmək olmalıdır. Deməli qalmışdı bir dənə. C mövcud olmamaq. Yəni indi o tip adamlar mövcud deyil. Bunu da qoyduq bura. 1B, 2D, 3A, 4C cavab olur D variantı. Keçirik növbəti 14-cü sualımıza. 14-cü sualımız da yenə mətn sualıdır. Diqqətlə mətnimizi oxuyuruq. Görək cavabımız nə olacaq. 2 fotonlu udulma elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyəcanlanmış hala keçəndə enerjinin ayrılması, əksinə aşağı həyəcanlanma halından yuxarı həyəcanlanma halına keçdikdə isə enerjinin udulması ilə baş verən prosesdir. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Bir fotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, bir fotonlu udulmanın qadağan olunduğu hallarda çox fotonlu udulmanın, xüsusilə də 2 fotonlu udulmanın ehtimalı böyüyür. Elektron 2 foton udaraq daha yüksək həyəcanlanma halına keçir. 2 fotonlu udulmada müasir elmdə xüsusilə yarımkeçirici lazerlərin hazırlanmasında istifadə olunur ki, onların da çox böyük tətbiq sahələri var. İndi baxaq görək, aşağıdakı hallardan hansında 2 fotonlu udulma ehtimalı ən yüksəkdir? Ümumiyyətlə, gəlin mətni təhlil. Mətndə bizə nə deyir? Mətn bizə deyir ki, udulma bir fotonla, yəni bir fotonlu udulma baş verir. Adətən çox vaxt. Amma bəzən bir fotonlu udulmanın qadağan olunduğu yerlərdə çox fotonlu, xüsusən də 2 fotonlu udulma ehtimalı artır. Yəni, bir fotonla keçid mümkün deyilsə, elektronun 2 fotonun enerjisini birlikdə udaraq həyəcanlanma halına keçə bilər. Yəni, bir də indi baxaq görək, 2 fotonlu udulmanın baş verməsi üçün şərtlər bizə nə lazımdır? Birinci odur ki, bir fotonlu udulma qadağan olunsun. Yəni, bu qadağan olunmalıdır ki, 2 fotonlu udulma baş versin. Düzdür, bunu vurulur. İkincisi də, işıq güclü olmalıdır. Yəni, yüksək nədir? Enerji. Yəni, yüksək həyəcanlanmadan söhbət gedir ki, burada vurğulayır ki, elektron 2 foton olaraq daha yüksək həyəcanlanma. Yüksək həyəcanlanma da nə olur? İşıq güclənir. Yəni, yüksək həyəcanlanma baş verir ki, işıq nədir? Güclənmə məsələsinə gedir. Yəni, işığın güclü axını baş verir. Çoxlu foton axını baş verir ki, bu da işığın güclənməsindən söhbət gedir. Yəni, bizdən 2 fotonlu udulma ehtimalının ən yüksək olduğunu göstərir. Söhbət işığın güclüyündən getməlidir. Harada işıq güclüdürsə, onları saxlayırsınız, digərlərini çıxırıq. Yəni, 2 fotonlu udulmada işıq enerji yüksək həyəcanlanma sisteminə keçir. Ona görə biz onu göstəririk. İşığın güclü olduğunu vurğuladıq. İndi enerji səviyyələrinin sıxlığı da nədir ki, enerji səviyyələri sıxdırsa, deməli elektronun keçə biləcəyi çoxlu ara səviyyələri var. Bu da 2 fotonlu keçidini asanlar. Yəni, çoxlu fotonun keçməsi üçün enerji sıx olmalı. Yəni, çoxlu nədir? Enerji səviyyələri sıxdır ki, yəni onları qəbul eləsin. Yəni, enerji səviyyəsi az olanda onları qəbul edə bilməz. Amma işıq güclü olanda çoxlu enerji səviyyələri sıxlaşır ki, ara səviyyəsi sıxlaşır ki, düzdürmü? Bu da çoxlu enerjini qəbul eləyə bilir. Onu da vurğuladıq. Deməli, 1. İşığın güclü olması lazım idi. 2. Enerji səviyyəsinin sıxlığı lazımdır. 3. də bir fotonlu udulmanın qadağan olunması mütləqdir. Cavab olacaq B variantı.
Keçirik 15-ci suala. 15-ci sualda bizdən nə istəyir? Bizdən onu istəyir ki, nümunədə hansı halda olan isimlər işlənməyib. Biz onu tapmalıyıq. Mən sizi bu qədər sevirəm. Nədən? Sizdən giley qeybət edə bilmirəm. Hətta qəsdən mənə bir pislik edən şəxsə də heç nifrət edə bilmirəm. Baxın, giley edə bilmək, qeybət edə bilmək mürəkkəb feildir. Nifrət edə bilmək də mürəkkəb feildir. Yəni buna təsirli hal deməyin. Sadəcə burada bu mürəkkəb sözün belə deyək ki, birinci tərəfi həmcislik var. Giley edə bilmək, qeybət edə. Yəni giley edə bilməkdən, qeybət edə bilməkdən söhbət getmir. Sadəcə burada bir dənə isim şəxsə yönlük halda da yalnız yönlük götürürük. B variantı. Maraqlı sual tiplərindən biridir. Keçirik 16-cı suala. Yenə mətn sualdır. Gəlin görək mətndə bizdən nə istəyir. Əvvəlcə yenə mətnimizi oxumalıyıq. Mətni oxuyandan sonra buna cavab verə bilərik. Son zamanlar şəkərli diabetin yaranmasında psixoloji parametrlərin rolu sübut olunub. Hələ 1674-cü ildə Tvilli ilk dəfə diabetin psixi narahatlıqlarla əlaqəsini göstərmiş, şəkərli diabetin yaranmasına uzun müddətli bədbinliyin təsirinin olduğunu demişdi. Psixosomatik təbabətin inkişafı ilə şəkərli diabetin etiologiya və patogenezdə emosional təsirin rolundan danışılmışdı. Həkimlərin çoxu o fikrə gəlmişdilər ki, emosional travma və ya uzun müddətli psixoloji stres yalnız latent keçən şəkərli diabeti klinik hala keçirməklə üzə çıxarır. 1980-ci ildən bəri şəkərli diabetdən əziyyət çəkən insanların sayı 4 dəfə artmışdı. Bu xəstəliyin yayılması bütünü dünyada xüsusən orta və aşağı gəlirli ölkələrdə artır. Bunun səbəbi kompleks xarakterlidir. Lakin əsas səbəb kimi artıq çəkili insanların sayının artması, piylənmə probleminin yayılması və fiziki aktivliyin insanlar arasında azalmasına misal çəkmək olar. Mətnə əsasən şəkərli diabetin qlobal miqyasda sürətlə yayılmasının əsas faktoru kimi aşağıdakilərin hansının xüsusi çəkisi daha çox qabaraqlıdır. Yəni, mətndə bunu biz nədən çıxarda bilərik? Yəni, bunları oxumadan sizcə bu sualın cavabı nədir? Əvvəlcə, mətndə tarixi və psixoloji tərəf var, 2 hissədən ibarət. Bir də var müasir dövr və qlobal artım hissəsi. Mətndə 2 dənə yanaşma var. Bir, tarixi və psixoloji tərəf, bir də var müasir dövr və qlobal artım hissəsi. İndi baxaq görək nədir? İndi biz keçək bir-bir bəndlərə baxmağa. Orada nə deyir? Tarixi mənbələrdə Villi tərəfindən vurğulanan uzun müddətli psixi bədbinliyin xəstəliyin başlanğıcında rolu. Ümumiyyətlə, tarixi və fərdi səbəb kimi göstərilib, amma artımın, əsas artımın faktoru deyil. Aydın oldu. Yəni, Villiyə görə uzun müddətli psixi bədbinlik, yəni bu əsas qabardılmayıb. Sadəcə tarixdən bir məlumat kimi göstərilib. Sonra B-yə gəlirik. Psixomatik təbabətin ortaya qoyduğu emosional psixoloji bu da psixoloji tərəfə aiddir. Lakin mətnin ikinci hissəsində deyilir ki, qlobal artımın əsas səbəbi fiziki amillərlə bağlıdır. Yəni, psixi şeylə bağlı deyil. Biz ortalama götürməliyik. Yəni, ona görə diqqətli olmalıyıq. Aydın oldu. Bunu da bu şəkildə vurğulanmış sayılır. İndi gəlirik C-yə. Orta və aşağı gəlirli ölkələrdə səviyyə infrastrukturunun zəifliyi. Bəli, burada deyir ki, orta və aşağı gəlirli dövlətlərdə səhiyyə infrastrukturunun qeyri-kafi inkişafı nəticəsində profilaktik tədbirlərin zəifliyi. Burada vurğulanır. Yəni, mətndə bu fikir, yəni fakt olaraq göstərilmir. Yəni, bunu demir. Yəni, orta və aşağı gəlirli ölkələrdə artım var, amma səbəb kimi səhiyyənin zəifliyindən söhbət getmir. Aydın oldu? Səhiyyə infrastrukturunun zəifliyindən söhbət getmir. Piylənmə və passivlikdən danışır. Piylənmə probleminin yayılması və fiziki aktivliyin insan arasında azalmasını misal çəkir. Yəni, burada artıq da səhiyyənin qüsuru deyil, insanların qüsuru kimi vurğuluyor bunu. Deməli, bunu da çıxdıq. Gəldik D. Müasir dövrdə artmaqda olan artıq çəki, piylənmə sindromları və bununla paralel gedən fiziki passivlik tendensiyasıdır. Bax, mətnin son cümləsinə fikir verin. Nə deyir? Bu xəstəliyin yayılması bütün dünyada, xüsusən orta və aşağı gəlirli ölkələrdə artır. Bunun səbəbi kompleks xarakterlidir. Lakin əsas səbəb kimi artıq çəkili insanların sayının artması, piylənmə probleminin yayılması və fiziki aktivliyin insanlar arasında azalmasına misal çəkmək olar. Bəli,
Mətnin sonunda oxuduq, bunu vurğulayır. Əsas səbəb kimi artıq çəkili insanların sayının artması, piyələnmə probleminin yayılması və fiziki aktivliyin azalmasını misal çəkmək olar. Məhz bu sualın istədiyi məqam budur. Şəkərli diabetin qlobal miqyasda sürətlə yayılmasının əsas faktoru məhz mətnin son cümləsində öz əksini tapıb. Cavabımız olacaq D variantı. Qlobal ərzaq istehlakında yüksək kalorili və karbonhidrat yönümlü qidaların dominantlıq etməsi mətndə ümumiyyətlə bununla bağlı hər hansı bir fikir yoxdur. Yadda saxlayaq ki, mətndə olmayan bir şey öz məntiqimizlə çıxarır. Biz mətnə əsasən bunu tapmalıyıq. Aydın oldu, bəlkə də bunların həmin xəstəliyə təsiri var. Bir faktor kimi deyə bilərik. Amma mətndə yoxdursa, öz biliyimizi nədir? Qoyuruq kənara. Keçirik 17-ci sual. İndi yenə 17-ci sual da mətnlə bağlıdır. Mətnlə bağlı uyğun fikirləri tapmağı tələb edir bizdən. İndi görək burada nədən danışılır, nədən danışılır. Uyğunlaşdırmalıyıq bunu. Aydın oldu. Deyir, gizli keçən şəkərli diabet stres yaşamayan insanda üzə çıxmaya bilər. Bu mətnə görə göstərə bilər. Yəni, ümumiyyətlə, stressdən uzaq olan uzun bədbinlik var burada. Villi nədir? D-villi. Bəli. Psixi narahatlıqlarla əlaqəsini göstərən şəkərlərin yaranmasında uzun müddətli bədbinliyin təsirinin olduğunu demişdir. Bu ola bilər, amma insan normalsa, stres yaşamırsa, insanda üzə çıxmaya bilər. Bunu mən doğru fikir kimi qəbul edirəm. Bir olan bəndləri saxlayırıq, digərlərini çıxırıq. Artıq çəki həm fizioloji, həm də psixoloji problemlərə səbəb ola bilər. Bəli, bu mətndə ümumiyyətlə, bax, fizioloji var, amma psixoloji problemlər demir ki, bu xəstəliyə yönəlir. Yəni, bu demir ki, bu dəli olacaq. Aydın oldu mu? Ona görə bu da yanlışdır və burada da yanlış olduğu üçün mən bunu doğru qəbul edirəm. 1-2-ni saxlayırıq, digərlərini çıxırıq. Diabetin artımı həm fərdi, həm də qlobal miqyaslı faktorun nəticəsidir. Bəli, bunu doğru bilərik. Amma burada yanlış verildiyi üçün bunu götürmürük. 3 olan bəndi zaten çıxmışıq. Villi ilə müasir psixomotorik diabetin yanaşması bir-birindən fərqlənir. Xeyr, fərqlənmir. Onlar da deyir ki, bəli, psixoloji məsələyə toxunublar. Ona görə bunu çıxdıq. Orta və aşağı gəlirli ölkələrdə artıq çəkinin səbəbi iqtisadi problemlərdir. Xeyr, iqtisadi problem deyil, fiziki deaktivlikdir. Aydın oldu, bu da yanlışdır. Bunu da doğru qəbul etdim. Cavab oldu 1-2-5 C variantı. Keçirik növbəti 18-ci suala. Deyir ki, nə deyir? Tünd qara hərflərlə verilmiş frazeoloji birləşmələrdən bir-biri ilə amonim olmayanı müəyyən edin. Yeni əlavə olunmuş dərslər onun nəfəsini kəsirdi. Problem yaranacağını bilmədən gördüyü iş indi onun nəfəsini kəsirdi. Yəni, əksinə yorulmaq mənasındadır. Bunlar amonim deyil. Yəni, amonim olmayan, cavab A olacaq. Amonim deyil. İşində dönüş yaratmağa söz vermişdi. Yəni, əhd eləmişdi. Bəli, kiməsə nəsə edəcəyini söz vermişdi. Amma çıxış edənlərə növbə ilə söz verilir. Bu, çıxış üçün söz verilir. Amonimdir. Amonim. Mən və dostlarım səs vermək üçün məntəqəyə doğru yola çıxdıq. Kəndin işçilərinə doğru ilərəcə nənəmin çağırışını eşidib səs verdim. Amonim. Getdiyim sərgidə tanış olduğum yeni insanlarla sözüm tutmuşdu. Söhbət eləyirdim. Mənim çətin anımda yerindən kömək edən dostumun sözünü tutmuşdum. Bəli, fərqli mənalarda amonim. Bəzi adamların, yəni dediyi sözü yerinə yetirməkdən söhbət gedir. Bəzi adamların başdan çıxardığı əşrəf ata mirasından məhrum olmuşdu. Yoldan çıxarmaq, bədbin fikirləri başdan atmaq mənasında. Çıxardığı vaxtdan illər ötmüşdü. Başdan atmaq amonimdir. Hər ikisi amonim. Cavab oldu A variantı. 19-cu suala gəlirik. Tolerantlıq sözünün fonetik xüsusiyyətlərlə bağlı ardıcıllığı tamamlaya biləcək fikirləri müəyyən edin. Burada verilənə görə, əvvəlcə sözün tələffüz şəklini yazaq. Tolerantlıq. Bəli, bu formada bunu eləyirik. Görək nədir? Həm dodaqlanan saytlar iştirak edir. Burada dodaqlanan saytlar. Bu səhv fikir, deməli mən buradan səhvləri tapmalıyam aşağıdan. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Eyni səs, bəli. A səsi, O və A hərflərlə ifadə olunub. Bir doğrudur. Mən bir doğru olduğunu bir oraya yaza bilmərəm. Harada bir varsa çıxırıq. Qarşılığı olmayan 4 samit işlənib. 1, 2, 3 dənə. Bu səhvdir.
2-ni götürürsünüz. 2 harda varsa, bəli, cavabımız ya A-dır ya B-dir. Baxaq görək 3-ə. Kar zingiti samit cütlüyü işlənib T-D var. Bu doğru olduğuna görə cavabımız oldu B. Yazılış və tələffüzü 2 fərqli məqamda fərqlənir. Xeyr. Tolerantlıq 3 fərqli məqamda var. 4 səhvdir. Heç bir samit qarşı kimi tələffüz olunmur. Heç bir samit, bəli, hamısı L, D kimi tələffüz olunur, G, X kimi tələffüz olunur, O, A kimi tələffüz olunur və s. və s. Cavab oldu B variantı. Gəlirik 20-ci suala. 20-ci sualda görək bizdən nə istəyir? Tələffüzündə bir fərqli məqam olan sözün leksik mənası ilə bağlı doğru fikri müəyyənləşdirək. Tələffüzündə bir fərqli məqam üsgüh şəklindədir. Bioloji olaraq orqanda nədir? Fərq yoxdur. Memorial, memorial, memorial. Link, link dəyişmir. Anormal. Burada bir dənə fərqli məqam hansıdır? Bir dənə fərqli məqam anormaldadır. Anormalın da mənası ümumi qaydaya uyğun olmayan, qaydadan kənar. Bir var normal, bir də var anormal. Anormal sözünün tələffüzü bu formadadır. Keçirik 21-ci suala. İsmin hansı alanda olan sözlərin hamısı şəkilsiz ixtisar olunmadan şəkilsiz həmsiz sözlər kimi işlənə bilər. Bu da yenə MİQ sınağı üçün dövlət tərəfindən keçirilmiş imtahanda istifadə olunmuş sualdır. Bu qeyri-müəyyən təsirli haldır ki, şəkilsiz ixtisar olunmadan şəkilsiz, yəni qeyri-müəyyən təsirli halda işlənmiş sözlər şəkilsiz ixtisar olunmadan həmsiz sözlər kimi işlənə bilər. Cavab olur B variantı. Mən dükandan dəftər, qələm, kitab aldım və bu nümunədə şəkilsiz ixtisar olunmayıb. Mən dükandan dəftər, qələm, kitab aldım. Yəni bu cümlədə dəftəri aldım, qələmi aldım, kitab aldım. Yəni heç birində ixtisar yoxdur. Çünki qeyri-müəyyən təsirli haldadır. Gəlirik 22-ci suala. 22-ci sualda bizdən nə istəyir? Baxaq görək mətnimizdə nədən danışılır. İradi davranış iki əsas komponentə bölünür. Qərar qəbul edilməsi və onun həyata keçirilməsi. İradi davranış, yəni məndən asılı olan bir şeydir. Bu iradəm daxilindədir. Lakin hərəkətin məqsədi ilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşahidə olunur. Psixoloji ədəbiyyatda bu vəziyyət motivlərin mübarizəsi adlandırmaq olar. Bu vəziyyəti. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonraki hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik. Onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət avtomatik rejimə keçir. Yəni batan bir uşağı üzgü bilən insan xilas edə bilər. Düzdür, boğulan uşağı. Yəni mən əgər buna cəsarətim varsa, yəni ürəyim, gücüm çatırsa, bu artıq da ondan sonra hər şeyi unudub tullanıb ona kömək eləyirəm. Mətnə əsasən nə demək olar? Elmi üslubda nəqli tipdə yazılmış bu mətndə məzmuna uyğun olmayan cümlə işlənməmişdir. Bu mühakimə tipli mətndir. Aydın oldu? Nəqli tipli yox. Mətnlərin var da, düzdür? Mətnlərin tipi var ki, bu mühakimə tipli mətnlərdən söhbət gedir. Bu səhv, bunu deyə bilmərik. Yəni təsviri mətn var, mühakimə tipli mətnlər var və s. nəqli mətnlər var. Bu mühakimə tipli mətndir. Həyatda baş verən bütün hadisələr arasında səbəb-nəticə əlaqəsi vardır. Fikri mətnin çatdırmağa çalışdığı əsas fikirdir. Yəni deyir ki, həyatda baş verən bütün hadisələr arasında səbəb-nəticə əlaqəsi. Xeyr, yəni səbəb-nəticə əlaqəsi, yəni boğulan uşağın xilas olunması, yəni onun səbəbi mən deyirəm, nəticəsi mənim cəsarətim olub-olmalı. Yəni əgər səbəb-nəticə olsaydı, bütün boğulan uşaqlara hər kəs üzgü bilən, bilməyən xilas eləyərdi onu. Əgər mən üzgü bilirəmsə, cəsarətim varsa onu xilas eləyəcəm, yoxdursa yox. Aydın oldu, deməli bu, bütün hadisələr arasında səbəb-nəticə əlaqəsi vardır fikri, mətnin çatdırması. Sadəcə orada deyir, 2 dənə əsas komponent var. Qərar qəbul edilməsi, onun həyata keçirilməsi. Əgər mən qərarı qəbul etmirəmsə, necə o nəticə ola bilər? C. Mətn məqsəd ilə qərar verilmə ehtiyacı arasında ziddiyyət yarananda psixoloji seçim aktından layiqiyyətlə çıxmağa tələb eləyir. Xeyr, elə təbliğ eləyir.
Mətin məqsəd ilə qərar vermə ehtiyacı arasında ziddiyyət yarananda psixoloji seçim aktından ləyaqətlə çıxmağı təbliğ edir. Mətndə demək olar ki, bu haqda fikir yoxdur. Yəni bunu deyə bilmərik. Ləyaqətlə çıxmağı söhbəti yoxdur, toxunmur. Mətn göstərir ki, cəsarət toplamaq heç vaxt gec deyil və gecikmənin davranışın nəticəsində heç bir təsiri yoxdur. Necə yəni yoxdur? Yəni əgər boğulan uşağı vaxtında sən xilas eləməsən, nətər gedər? Deyir ki, belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olunan anlardan başlayır. Bax, kifayət olunan anlardan. Deyir, heç vaxt gec deyil. Necə gec deyil? Yəni, kifayət qədər, məsələn, bir boğulan uşaq təxminən belə deyək də, bir suda maksimum 15 dəqiqə qalır. 15 dəqiqədən sonra xilas olunan uşaqlar, ümumiyyətlə xilas olunan insanlar demək ki, əksəriyyəti ölüm, yəni ölür bunun. Yəni bu kifayət qədər heç vaxt gec deyil söhbəti deyil. Bu da aid deyil. Boğulan uşaq nümunəsi mətnin əsas ideyasını ümumiləşdirən həyat hadisəsi kimi göstərilmişdir. Bəli, tamamilə doğrudur. Çünki iradi davranışın bir xüsusiyyəti var. Cəsarət. Zaten insan cəsarət, bax, mənim iradəmin daxilində olan şey, mənim cəsarətim varsa, yanan alova da heç bir qoruyucu vasitə olmadan da girərəm. Oradakı yanan evdə kimi xilas eləmək olar, onu xilas eləmək olar. Yəni, bu iradi davranış budur. Birinci cəsarət. Yəni, əsas qərar qəbul edilməsi, sonra onun yəni, deyir ki, yalnız cəsarət toplamaq lazımdır. Cəsarət olandan sonra o birlər avtomatik gələcək. Yəni, sənin cəsarətin olandan sonra məqsəd nədir? Gedib qarşındakını xilas eləməkdir. Yəni, boğulan uşaq nümunəsi mətnin əsas ideyasını ümumiləşdirir. Bu fikir doğrudur. Yəni, cəsarət. Əgər cəsarətin varsa, nəsə elə biləcəksən? Yox, yoxdursa, təəssüflər olsun ki, əlimizdən heç bir iş gəlməyəcək. Keçirik 23-cü suala. 23-cü sualda nə deyir? İsmin hansı halında işlənən sözdə son şəkilçi hal şəkilçisi ola bilər. Lakin həmin söz köməkçi nitqçəsi ilə işlənə bilir. Söhbət hansı halda işlənmiş sözdən gedir? Həmin halda işlənmiş sözün olduğu cümləni müəyyən. Baxın, deyir ki, ismin hansı halında işlənən sözdə son şəkilçi hal şəkilçisi ola bilər. Bu hal şəkilçisindən söhbət gedirsə, bu adlıq haldan gedə bilməz. Çünki adlıq halın xüsusi şəkilçisi olmadığına görə mən adlıq halı söz axtarmayacaqsınız. Lakin həmin söz köməkçi hissəsi ilə işlənə bilər. Bu son şəkilçi bilir ki, təsirli hal şəkilçisi xəbərli şəkilçisi qəbul etmir. Düzdür? Aysa bunu çıxdı. Yəni şəxs şəkilçisi xəbərli şəkilçisi qəbul etmir. Amma söz köməkçi hissə işlənə bilər deyəndə köməkçi hissə də sadəcə qoşma deyil. Yəni təsirli hallı söz qoşma ilə işləmir. Doğru. Amma təsirli hallı sözdən sonra başqa nitq hissəsi, köməkçi hissəsi gələ bilər axı. Aydın oldu. Kitabı da oxuyuram. Bax, kitabı da aldım. Kitabı da aldım. Açıyorsunuz, bağlayıcı ilə nədir? Köməkçi hissəsi işlənə bilir. Biz indi buradan təsirli hallı söz tapmalıyıq. Təsirli hallı söz də sözü söylə alana, qulağında qalana cavab olur. Y variantı. Gəlirik 24-cü suala. 24-cü sualda bizdən nə istəyir? Mətnə əsasən düzgün fikri müəyyən edilir. Əvvəlcə mətni oxuyaq. İnsan psixikası təcrübəyə, emosiyalara və intuitiv proseslərə əsaslanaraq mürəkkəb və qeyri-müəyyən vəziyyətlərdə elastik qərarlar qəbul edə bilir. İnsan beyninin və süni intellekt sistemlərinin qərar vermə mexanizmləri arasında fundamental fərqlər mövcuddur. İnsanlar yeni vəziyyətlərdə kontekstə uyğun davranış göstərərkən, süni intellekt yalnız əvvəlcədən öyrədilmiş nümunələr və statistik ehtimallara əsaslanır. Təbii intellekt yaradıcılıq və emosional zəka ilə fərqlənir. Süni intellekt isə sürət və böyük məlumat həcminin emal etmə üstünlüyü nümayiş etdirir. Süni intellekt isə verilmiş məlumat və proqramlaşdırılmış alqoritmlər çərçivəsində fəaliyyət göstərir. İndi mətnin ilk cümləsi olmağa daha çox uyğundur. Mətnin son cümləsi olmağa daha çox uyğundur. İndi baxaq görək biz bunu necə uyğunlaşdıracağıq. Baxın, fikir verin. Ümumiləşdirilmiş cümlə fikir hardadır? Bax, buradadır. İnsan beyni və süni intellekt sistemlərinin qərar vermə mexanizmi arasında fundamental fərqlər var. Bu ümumi cümlədir. Bunu atıram bura. Sonra gəlir. İnsan psixikası təcrübəyə, emosiyalar və intuitiv prosesə əsaslanan mürəkkəb və qeyri-müəyyən vəziyyətdə elastik qərarlar qəbul edə bilir. Deməli, qərar vermə mexanizmi birinci buradan danışıramsa və insan beyninlə süni intellekti müqayisə edirəmsə, birinci ikini gətirməliyəm.
Ona görə də 2-dən sonra 1-i gətirəcəm. Düzdür? A, sağ ol. 2-dən sonra 1-i gətirirəm. Sonra gəlirik 1, sonra gəlirik 5 gələcək. Hə, sonra gəlirik 5, sonra gəlirik 3, sonra gəlirik 4. O bu formada. 2, 1, 5, 3 söz, yəni sıralayaq. İnsan beyninin və süni intellekt sistemlərinin qərar vermə mexanizmləri arasında fundamental fərqlər mövcuddur. İnsan psixikası təcrübəyə, emosiyalara və intuitiv proseslərə əsaslanaraq mürəkkəb və qeyri-müəyyən vəziyyətlərə elastik qərarlar qəbul edə bilir. Süni intellekt isə verilmiş məlumat və proqramlaşdırılmış alqoritmlər çərçivəsində fəaliyyət göstərir. İnsanlar yeni vəziyyətlərdə kontekstə uyğun davranış göstərərkən süni intellekt yalnız əvvəlcədən öyrədilmiş nümunələr və statistik emallara əsaslanır. Biz bunu bu formada eləyə bilərik əslində. 3-ü bura gətirib, 3-ü bura gətirə bilərik. 2-ni 3, 1, 5, 4. Amma bütün hallarda cavabımız nə olacaq? 1-də 2 olacaq, sonda da 4 olacaq. Cavab olur D variantı. Gəlirik 25-ci suala. 25-ci sualda baxaq görək nə istəyir bizdən. Bəli, xüsusiyyətlər verilib. Bu xüsusiyyətlərə uyğun da aşağıda sözlər var. Biz onları uyğunlaşdıracaq. Görək nədən söhbət nədən gedir. Vurğusu son hecəyə düşür. Səs və hərf tərkibi sadəcə fərqlənir. Saitlərindən biri uzun tələffüz olunur. Deyilişi və yazılışı fərqlənir. Yuxarıdakı xüsusiyyətlərə görə uyğunluğu müəyyən edin. Verilmiş xüsusiyyətlərdən birinə aid olan söz verir. Gəlin əvvəlcə bu sözləri biz bura uyğunlaşdıraq. Vurğusu son hecəyə düşür. Məsələn, maddə. A uzanır, bunu yazıram bura. Səhvən düşmür. Aidiyyət. Vurğu son hecəyə düşür. Aysa qeyd elədim bura. Relyef yox, relyef. Vurğu düşdü bura. Elliklə düşmədi. Gəldik. Sait və hərf tərkibi sayca fərqlənir. Yazılış deyiliş arasında fərq olan söz hansıdır? Aidiyyət sözündə yığının biri artır, yığının biri düşür. Bu fərq var, xeyr. 50-ləndir burada bir dənə. Düzdür. Saitlərdən biri uzun tələffüz olunur. Maddənən aidiyyət. Buna da yazıram A-nan C. Deyilişi yazı fərqlənən də C-nən Y. İndi baxaq görək nədir? Verilmiş xüsusiyyətlərdən birinə aid olan söz. Birinə aid olan söz hansıdır? Verilmiş xüsusiyyətlərdən birinə aid olan söz. D-ni yaza bilərik. Bəli, bir dənə D gördüyüm üçün buradadır. Ona görə də D-ni yazdım bura. Verilmiş xüsusiyyətlərdən ikisinə aid olan söz. Hansı hərfi 2 dəfə yazmışam? A-nı yazmışam, C-ni A-nı 2 dəfə yazmışam, C-ni 2 dəfə yazmışam, Y-ni 2 dəfə yazmışam. İndi yazıram bura A, C, Y. Verilmiş xüsusiyyətlərin heç birinə aid olmayan söz. B-ni heç ara yazmamışam. Bunu da qoydum bura. Deməli, 1D, 2A, C, Y, 3B cavab olur C variantı. Bəli, əziz həmkarlar, gördüyümüz kimi cavab oldu 1D, 2A, C, Y, 3B. Sınaq bitdi. İndi ola bilər xoşunuza gələn sual da oldu, gəlməyən sual da oldu, yəni xoşunuza gəlməyən izah da oldu, gələn də oldu və s. və s. Yəni bu sınaqdakı dediyim kimi sualların, xüsusən də mətn sualların çətinliyi səni qorxutmasın. Bu bir sınaqdır. Yəni belə deyək ki, özünü yoxlayırsan. Aydın oldu, yəni mənim məqsədim kimisə çətin vəziyyətə qoymaq deyil, kimisə qorxutmaq deyil. Sadəcə mənim məqsədim hər kəsə bu sual tiplərini paylayıb və onların da nədir? Qabaqcadan, xüsusən də kimlər ki, sertifikasiya imtahanında iştirak edəcək, onların bəli, bu mətnlər haqqında məlumatı, sual tipləri haqqında məlumatı olsa, yəni keçənki məqama düşməsin. Yəni görürsünüz ki, müəllimlərimiz bəli getdilər, çoxlu mətn sualları görünür, mətn suallarında necə işləmək lazımdır, yəni məlumatlı olmadıqları üçün çətin vəziyyətə düşdülər. Ümumiyyətlə, yadda saxlayın ki, əgər ümumiyyətlə, hər bir suala vaxt qoyun, vaxtla imtahan edin özünüzü qabaqcadan ki, mən hər suala, tutaq ki, 2 dəqiqə vaxt ayıracam, 2 dəqiqə vaxt. Əgər bu 2 dəqiqə ərzində sualı bilmədinizsə, keçin digər suala. Yəni bunu bu şəkildə edin. Bunları axıra sona saxlayın. Əgər baxdın ki, sualı oxudun, sənin üçün çətin gəlir, qorxdun, bunu gözləmə. Keç digər suallarla. Mən ən sonda sınaqda neçə dənə sual var? Atıram 60 dənə. 60-cı sualı bitirdikdən sonra işləmədiyin suala qayıt yenidən. Yəni bir sualın üzərində 10 dəqiqə dayanma. Çünki 10 dəqiqə dayandığı sualda bəlkə də aşağıda elə suallar var ki, 1 dəqiqə, yarım dəqiqə həll oluna biləcək suallar var. Ona görə bir sualın üzərində vaxt itirməyin.
Aydın oldu, bir də səhv eləməkdən qorxmayın. Yəni, əsas imtahana qədər, yəni dövlətin keçirəcəyi imtahana qədər heç vaxt səhv eləməkdən qorxmayın. Nə qədər çox səhv eləsəz, o qədər çox təcrübə qazanacaqsınız. Yəni, çox səhv etmək, çoxlu sınaq işləmək deməkdir. Yəni, olsun qoy səhviniz, olsun səhviniz, amma yenə də bilin ki, sonda üzünüz güləcək. Bizim, belə deyək ki, güvən nəşrləri olaraq bizim MİQ və sertifikasiya imtahanına hazırlaşanlar üçün sınaqlar toplumumuz var. Aydın oldu. Sınaqlar toplumumuz var ki, ondan da istifadə eləyərək həmin o sınaqda, belə də topluda 40 sınaq var. O hər sınağın tərkibində ən az 13 mətn var. Yəni belə deyək ki, 13 mətn sualı var. Yəni siz bu mətn suallarını işləməklə oxuyub anlama bacarığınızı möhkəmləşdirirsiniz. Sonra qarşınıza çıxan istədiyiniz mətndə oxuyub analiz edə biləcəksiniz. Yəni nə qədər çox mətn sualı işləsəz, o qədər çoxlu təcrübə qazanmış olacaqsınız. Yenə də sonunda sizdən kiçik bir ricam, videonu bəyənməyi və kanalı izləməyi unutmayın. Sağ olun. Növbəti sınaqlarda görüşmək ümidi ilə.